45 yaşındakı xəstə bizə mədə qıcqırması, dispeptik əlamətlərlə şikayət eləyir və ayrıca xəstənin ishalı var. Biz öncə endoskopiya, yəni gastroskopiya müayinəsi planladıq. Daha sonra növbəli şəkildə yoğun bağırsaqda müayinə olacaq. Hal-hazırda mədənin selikli qişası antral hissəsində hiperemik sahələr, erozif alanlar izlənilir. 12 barmaq bağırsaq soğanağı da erozif görünümdədir, ödemli görünümdədir. Ona görə biz Helicobacter pylori testini yoxlamalıyıq. Qızıl üreyaz vasitəsilə yoxlayırıq. Pasient ayrıca çox miqdarda, böyük sayda dərmanlar qəbul edir, sakitləşdiricilər, antidepressantlar və s. bağlı. Gözlə görünən heç bir orqanik dəyişiklik yoxdur yoğun bağırsaqlarda. Pasientin ishalı sinirə bağlıdır. Biopsimizi aldıq, müayinəmizi sonlandırırıq.